Bakıda sadəcə 10-cu Milli Marketinq Forumu keçirilib. Forum 9-10-11 may tarixlərində ilk dəfə keçirildiyi məkan olan 28 Mall Cinema Plus-da təşkil edilib. Forumda bir çox məsələlər ətrafında panel müzakirələri təşkil olunub. Bir xəbər çıxırsa, o sosial şəbəkədə daha tez çıxır, onu insanlar daha tez görür. Amma ənənəvi televiziyada veriliş gedir. Onlar həmin dəqiqə həmin verilişi kəsib hansısa bir xəbəri verə bilmirlər. Amma insanlar ənənəvi media, normal televiziya kanalında xəbəri görməyincə həmin xəbəri ciddi qəbul etmirlər. Bizdə radiolar bayağılığa getmədik. Yəni bu məsələni biz qoruyub saxlaya bildik. Həm veriliş nöqteyi nəzərdən, həm musiqi nöqteyi nəzərdən və auditoriyamızı qoruya bildik və radionun özünün müxtəlif formatı var. Bizdə demək olar ki, radiolar çox nadir halda bir-birlərini təkrarlayırlar. Müəyyən verilişlərə çıxmaq şərti ilə. O da başa düşüləndir ki, radio pul qazanmaq istəyir. Yəni bu əsas məsələlərdən biridir. Ona görə radio aktualdır. Mən düşünmürəm ki, sosial şəbəkələr və az əvvəl çəkdiyim nümunələr də ki, bizim radionu əlimizdən ala biləcək. Radio bu dalğa yayımı deyil sadəcə. Radio texniki ifadədir. AM-i var, FM-i var və ilaxır. Və bugün həmin o internetdə də radionun yayımı var. Yəni radio mənim üçün məzmundur, kontentdir. Mən o kontenti hazırlayaramsa, o kontent internet vasitəsilə dinləyicinin qulağına çatır, FM-lə, AM-lə, PEYK-lə, hardan istəyir getsin. Son nəticədə bu kontenti dinləyən lazımdır. Və əslində bu alətlər çoxaldıqca, kontentin dinlənilməsi üçün olan alətlər, bu bizim ancaq xeyrimizədir. Biz daha çox vasitə ilə insanlara çatırıq. Bu ilki forumda fiziki iştirak və onlayn olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-yədək spiker çıxış etdi. Onu da əlavə edək ki, 10-cu Milli Marketinq Forumuna informasiya dəstəyi verənlərdən biri də Baku TV-dir.